ümumiyyətlə bu depressiyaya düşən adamlar var ha. Bunların 90%-i keyfindən düşür depressiyaya. Bolluqdan düşür, bolluqdan. Oruç tutmağın da hikmətlərindən biri odur ki, neymətin qədrini bilirsən. Oturursan, suzundan yağarsan, baxırsan suya ki, bu vaxtacan mən sənə qədrini bilməmişdim. Yemək həmçinin, axı nəydənsə əziyyət çəkirsən də, hər nə üçün ki, insan olmayanda başlayır onun qədrini bilməyə. Bunlar qərq olublar, hər istədiyi olur. Yəni, hər olmasa da çox istədiyi olur. Sonra biri olmayanda ərköyünlük eləyir. Diskomfort. Salır özünü depressiyaya. Bu deyir, bir o pul da qazanmasın, heç olmasa işə geyil, gəlginə. Heç olmasa bir işlə məşğul ol, yenə.